Salam, əli vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşdağa 187 nömrəli məktəb və Tavalıq Pajarın adlanan əraziyə yaxın bir yerdə İksot torpaq sahəsinin üzərində belə bir modern tipdə həyət evimiz çıxıb. İnşallah həyətin təqdimatını təqdim edək sizlərə və sonra keçid edək evin içərisinin təqdimatına. Allah hər kəsin malına, mülkünə bərəkət versin inşallah. Bir zal, 2 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Evin torpağın çıxarışı var. Həm ipoteka yararlıdır, həm qeydiyyata düşmək olur. İlkin olaraq qiymət 80 min manatdır. Reallıq olaraq ev sahibi tərəfindən endirim olunacaq. Demək olar ki, evdə son tamamlanma işləri gedir. Yəni demək olar ki, tamamlanıb. Və giriş hissəsini sizlərə təqdim edək. Su xəttinə qədər qoyulub və kanallarına qədər var. Yerdən də gördüyünüz kimi ən azından 6 daş, 7 daş kürsülüdür. Sonra keçək evin giriş hissəsində sizlərə təqdim edeyim. Koridordur. Koridorda kombinin xəttlərinə qədər atılıb. Və inşallah zal hissəsinin təqdimatını sizlərə təqdim edək. Bax, burada belə bir gözəl, səliqəli bir zalı var. Yəqin ki, inşallah özündə sayarsınız. Bir yataq otağıdır. Bu ikinci yataq otağımızdır. Bunu da sizlərə təqdim edək. Və sanuzeli, aksesuarlar quraşdırılır, verilir. Və keçid edək mətbəx hissəsinin təqdimatına. Mətbəxi genişdir demək olar ki. Fikir verin. Geniş bir mətbəx var. Dəyərli izləyicilərimiz, qeyd etdiyimiz kimi Məşdağa Tavalıq Pajarını 187 nömrəli məktəbə yaxın bir ərazidə İksot torpaq sahəsinin üzərində inşa edib. Evin torpağın çıxarışı var. Qeyd etdiyimiz kimi həm ipoteka yararlıdır, həm qeydiyyata düşmək olur. Bir zal, 2 yataq, 1 mətbəx, 1 sanuzeldən ibarətdir. Və ilkin olaraq qiymət 80 min manatdır. Səhifəmizi izləyicilərimiz Məşdağa əmlak əməkdaşları rəhbərliyi sizlərə dərin təşəkkürümüzü